Əyyub 33-cü fəsil. Əyyub, indi isə mənim sözümü dinlə. Hər kəlməmə qulaq as. Bax, ağzımı açıram. Dilim bu sözləri deyir. Sözlərim səmimi ürəkdən gəlir. Dodaqlarım biliyi doğru söylüyor. Məni Allahın ruhu yaratdı. Külli ixtiyarın nəfəsi mənə həyat verdi. Əgər əlindən gəlirsə mənə cavab ver. Sıraya düz sözlərini qarşımda dayan. Mən də Allahın nəzərində sənin kimiyəm. Mən də palçıqdan düzəldilmişəm. Dəhşətimdən vahiməyə düşmə. Bu hücumum sənə ağır gəlməsin. Həqiqətən səsin hələ qulaqlarımdadır. Belə demişdin. Pakam, günahsızam, təmizəm, təqsirsizəm. Yenə də Allah mənə qarşı bəhanə axtarır. Məni özünə düşmən sayır. Ayaqlarımı buxovlayır. Bütün yollarıma göz qoyur. Amma qoy bunu sənə söyləyim ki, sən bu barədə haqsızsan. Çünki Allah insandan böyükdür. İnsanın heç bir sözünə cavab vermir deyə niyə ondan çəkişirsən? Çünki insan anlamasa da Allah bu və ya digər yolla danışır. Yuxuda, gecə röyalarında, insanlar dərin yuxuya qərq olanda, yataqda yatanda insanın qulağını açır. Xəbərdarlıq eləyərək onu qorxudur ki, insan şər iş görməkdən dönsün. Təkəbbürdən uzaq olsun. İnsanın canını quyudan, həyatını qılıncla həlak olmaqdan qurtarır. İnsanı yatağında ağrılarla, sümüklərini kəsilməyən sızıltılarla yola gətirir. Belə ki, könlündən yemək keçmir. Ən ləziz yeməkdən iyrənir. Əti tökülür, görünməz hala düşür. Görünməyən sümükləri üzə çıxır. Canı quyuya, həyatı ölüm mələklərinə yaxınlaşır. İnsana əməli salihliyini bəyan eləmək üçün 1000 mələyin içindən bir mələk, bir vasitəçi olsa, o zaman Allah ona rəhm eləyib deyər, onu quyuya düşməkdən qutar, onun üçün kəffarə tapmışam. Onda bədəni uşaq bədəni kimi təzə olar, yeniyetməlik dövrünə qaydar, dua eləyəndə Allah ondan razı qalar. Sevinərək Allahın üzünü görər, Allah onun vəziyyətini düzəldər. Sonra insanların önündə nəğmə söyləyər. Günah işlədib doğru yoldan azmışdım. Allah mənə layiq olduğum cəzanı vermədi. Canımı quyuya düşməkdən qurtardı. Həyatım nur görəcək. Bax, Allah bütün bunları insanlara ya 2 dəfə, ya da 3 dəfə eləyər ki, onların canını quyudan xilas eləsin. Onlar həyatın nurunu görsün. Yaxşı dinlə, Əyyub, bir qulaq as. Sakit ol, qoy danışım. Əgər deməyə sözün varsa, mənə cavab ver. Danış, çünki səni haqlı çıxarmaq istəyirəm. Sözün yoxsa mənə qulaq as, sakit ol, qoy sənə hikmət öyrədim.